İcra Hakimiyyətinin arxamda görürsünüz yəqin ki. Bakıxanov qəsəbəsində mərkəzdə 2 otaqlı təmirsiz mənzilimiz satışa çıxır. Qiymət sonda deyiləcək. Videonu izləyin dostlar. Mənzilin daxili ilə sizi tanış edirəm. Γαμίσει τσουμέσι, şenixma mesmoda Şemime de bişentan ertan izrde boda Ratski gulşim konda sul şenge bare boda Şeni sikvaruli zetsas edare boda Უშენოცამ ყარო თითქოს ჩერდებოდა ზეცკიცის კამარაზე ნელაფერ მგთალდებოდა რაც კი ნათელი ხო მალე ბინდდებოდა ხოლო შენი ღიმილი გულში მრჩებოდა Dostlar, mənzilin daxili ilə sizi tanış elədim. Mənziliniz 5 mərtəbəli Minsk layihəli binanın 3-cü mərtəbəsində yerləşir. Yerləşmə yerini göstərdim. Bakıxanov İcra Hakimiyyəti ilə üzbəüz 74 nömrəli məktəbin yanı. Heydər Əliyev Ağdam Parkla üzbəüz ərazidə yerləşir. Yəni Bakıxanov qəsəbəsinin mərkəzində. Ərazini tanıyanlar bilir. Çox gözəl yerdir. Yerləşmə yerindən söz ola bilməz. Mənzilin qiyməti də indiki bazar üçün münasibdir. Mənzilin sənədləri də qaydasındadır. Ruxsatçı texpasportu bütün sənədləri qaydasındadır. Alqı-satqı günü mənzilin açarları ofisimiz tərəfdən alıcımıza təhvil verilə bilər. Allah xeyir versin dostlar, mənzilin qiyməti 127 min manatla satışa çıxıb. Əgər real alıcı olarsa, ev sahibi tərəfdən cüzi endirim oluna bilər. Nömrəmiz səhifədə var dostlar. Buyurun, əlaqə saxlayın. Zənginizi gözləyirik.